Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Allah razı olsun. Allah malınıza, mülkünüze bereket versin. Verdiğiniz ihsana göre, elədiyiniz salih əmələ göre Allah Teala malınızı artırsın, bereketli eləsin, xeyirli eləsin. Allah Subhanahu wa Taala bütün müsəlmanları özündən başqasına möhtac eləməsin. Allah Teala buyurur ki: "Və mə bikum min ni'mətin feminallah." Sizdə olan hər bir nemət Allahdandır. Bugün həm özümə, həm də sizə xatırlatmaq istədiyim bir məsələ imandır. İman barədə olacaq. Necə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu hədislərində dəfələrlə qeyd eləyib. Allah Subhanahu wa Taala ilk öncə bunu Quran-ı Kərimdə qeyd eləyib. Bizə imanı qorumağı məsləhət görürlər. Allah Teala buyurur ki: Ya eyyuhellezine amenu ittaqullaha haqqa tuqatih ve la temutunna illa ve entum muslimun. Ey iman gətirənlər, Allahdan haqq təqvası ilə qorxun və yalnız müsəlman olduğunuz halda ölün. Yəni bu ayədə qısa olaraq elm əhli deyir ki, Allah Teala bizə nəsihət eləyib, əmr eləyib, məsləhət görüb ki, imanı qorumaq lazımdır. Müsəlman gərək imanını qorusun nə vaxta qədər? Ölənə qədər. Allah Teala buyurur ki, başqa ayədə Allah Teala buyurur ki: "Va'bud rabbek hatta ya'tiyekel yaqin." Rəbbinə ibadət elə, ölüm sənə, yəqinlik sənə gəlinə qədər. Alimlər deyirlər ki, yəni yəqinlik ölüm. İnsan gərək ölənə qədər imanını qorusun. İmanı qorumaq da qardaşlar necə bilirsiniz çətindir. Muhammed sallallahu aleyhi ve sellem imandan danışanda Abdullah ibn Amr'ın rivayətində buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem innel iman le yaxlaqu fi cevfi ahadikum kema yaxlaqu sev. Sizdən birinizin imanı üzərində olan paltarı necə köynəlir? O cür köynəlir. İman insanın geyimi kimi köynəlir. Yəni köynəlir nə deməkdir? İman azalır. İman zəifləyir. Sonra Muhammed sallallahu aleyhi ve sellem buyurur ki: "Fes'elullaha ta'ala en yüceddidel imane fi qulubikum." Uca Allahdan istəyin ki, qəlbinizdə, o köksünüzdə olan imanı təzələsin. O imanı qaldırsın. Həqiqətən də belədir qardaşlar. Elm əhlidir ki, insan bütün ehtiyaclarını Allahdan istədiyi kimi, bu imanı da daim Allahdan istəməlidir. Daim istəməlidir ki, Allah onun imanını artırsın. İmanını sabit eləsin. Necə Muhammed sallallahu aleyhi ve sellem özü bunu eləyərdi. Onun ən çox elədiyi dualardan biri hansıdır qardaşlar? Əhsən. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbləri döndərən, Rəbbim qəlbimi dində sabit elə. Ne üçün qardaşlar? Ümumiyyətlə qəlbə qəlb deyilir. Qəlb yəni çevrilir. Qaləbədəndir. Yəni çevrilən, dönən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, qəlbimi çevrilməkdən, dönməkdən, azmaqdan qoru. İman elə şeydir ki, bütün ehtiyaclarımızı Allahdan istədiyimiz için bunu da istəməliyik. Və buna xüsusi fikir verməliyik. Ona və sələflər deyərdilər ki, bəzən bir-birlərinə İclis binə nu'min sa'ətən. Gəlin, oturağın bir saat iman gətirək. Yəni, iman gətirək nə deməkdir? Deyirlər ki, yəni imanımızı artıraq. Bir saat imanımızı artıraq. Əhl-i-Sünnə vəl-Cəmaənin iman barədə olan etiqadı nədir? İman artır və azalır. Hətta Şeyx Ubeydin müəllimlərindən Həmməd ibn Muhammed Əl-Ansari aleyhi rahmetullah şeir yazır iman barədə, deyir ki, Əl-İman xamsı nunət. İman 5 dənə nundan, 5 dənə nun hərfindən ibarətdir. Çünki hər birinin sonu nun hərfi ilə bitdiyinə görə. Deyir ki, Əl-İman xamsı nunət. İman 5 dənə nun hərfindən ibarətdir. Sonra deyir ki, qavlun bil lisani və amelun bil arkani və i'tiqadun bil cenani yezidu bi ta'atir rahmani və yanqusu bi ta'atir şeytan. İman dil ilə demək, qəlb ilə etiqad etmək, əzalarla əməl etmək, yəni salih əməllər etmək, Rahmənə itaətlə artır, şeytana itaətlə azalır. Əhl-i-Sünnə vəl-Cəmaənin etiqadına görə qardaşlar, iman artıb azalır. Ona görə biz nə etməliyik? Artırmağın üzərində çalışmalıyıq. Artır nə ilə? İtaətlərlə, ibadətlərlə, salih əməllərlə, zikirlə, Quranla, meçiddə olmaqla, elm məclisləri, umumən Allaha yönəlməklə iman yüksəlir. Vallahi iman yüksəldikcə qardaşlar, necə elm əhli deyir, səni sürüklüyür salih əməllərə. İman azaldıqca səni aparır hara?
zəifləyirsən. İbadətlər insan üçün ağırlaşır. Sanki insan üçün ibadət böyük bir dağ kimi görünür. Yəni, iman zəifdir. Görsən, meçidə gəlmir. Deyəndə neçindir ki, qardaş, imam zəifləyib. Sən imanı artırmasan, Peyğəmbər sallallahu aleyhi ve sellemin dediyi kimi imanı qorumağı, artırmağın üzərində çalışmasan, Allaha onun üçün xüsusi şəkildə dua eləməsən, əlbəttə azalacaq. Necə ki, paltarın köhnəlir, qardaş, gedirsən köhnək alırsan, gedirsən şalvar alırsan, gedirsən ayaqqabı alırsan və s. Niyə köhnəli baxır? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ondansa buna daha çox üstünlük verin. Həqiqi libas hansıdır? Və libasu təqva zəlikə xayr. Allah deyir ki, təqva libası, iman libası, Allah qorxusu libası o daha yaxşıdır. Ona daha çox fikir vermək lazımdır. Və bu hədisin mənası, qardaşlar, genişdir. Çox qısa olaraq istədim buna toxunaq. Və xüsusən indiki vaxtda, qardaşlar, imanı qorumaq çox çətindir. Muhammed sallallahu aleyhi ve sellem Ənəs ibn Məlikin hədisində deyir ki, bu hədisə də qısa toxunaq. İnşallah imana bunun böyük bir təsiri, aidiyyatı var. Buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem yəti alən nəsi zəmən. İnsanlara elə bir dənə zaman gələcək, elə bir dənə dövr gələcək ki, as-sabiri fihim alə dinihi. Onlardan dinində sabit olan birisi, deyir ki, insanlara elə bir dövr, elə bir zaman gələcək ki, dini üçün sabit olan, dinində səbirli olan, dinini qorumaq üçün səbirli olan birisinin misalı. Necədir? Deyir ki, Muhammed sallallahu aleyhi ve sellem kəl-qabid aləl-camr. Ovucunun, əlinin içində o qırmızı, qızarmış köz var, köz. Onu saxlayan kimidir. İndi baxın, qardaşlar. Baxın, görürsən, bax çölə. İnsan evindən çıxan kimi gözü o qədər şey görür ki, heç nədən danışmasaq, bir dənə qadınların çılpaqlığından danışsaq, insanın imanına böyük təsir edir. Və Allah subhanahu wa ta'ala ona görə gözü qorumağı Quran-ı Kərimdə kişilərə də, qadınlara da xüsusi əmr eləyib. İkisinə də əmr eləyib ki, mömin kişilərə də ki, gözlərini harama baxmayıb yerə diksinlər. Mömin qadınlara da ki, gözlərini harama baxmayıb yerə diksinlər. Və la taqrabu zina, zinaya yaxınlaşmayın. İnnehu fahişə, innehu kana fahişatan və sa'a sabila. Niyə görə? Çünki o fahiş bir əməldir, iyrənc bir dənə yoldur. Alimlər deyirlər ki, insan zinaya getmək üçün hardan başlayır? Baxmaqdan. İndi də, qardaşlar, baxmamaq üçün insan böyük əziyyət çəkir. Çalışırsan sağa baxasan, önündəkindən qaçırdıb sağa baxasan, görürsən sağda da var. Çalışırsan sola baxasan, görürsən solda da var. Ona görə çətindir vallahi. Qoruya bilmirsən imanı. Muhammed sallallahu aleyhi ve sellem dediyi bu hədis elm əhli deyir ki, Allah daha doğrusunu bilir. İndiki o vaxtı. Sanki qızmaq köz kimi imanı əlində saxlamısan, qoruyursan. Hər şeydə, dində olan fitnələr, dünyada olan fitnələr. Dünyavi fitnələr, qardaşlar, tək insanın özündə olan deyil. Ola bilər sənin malın, mülkün yoxdur. Lakin evindən çıxanda sən o qədər dünyavi neymətlər görürsən ki, Allah qorusun, bəzən səndə olmadığına görə səni Allaha qarşı gətirə bilər ki, nə üçün mənə verməmsən? Özünü səbirlə aparmaq, Allahla razılaşmaq ki, ya Rab, həmd olsun sənə, mənə verməməkdə böyük bir hikmətin var, mənə verməməkdə mənə bir xeyir istəmirsən. İnsan çətindir qoruması imanı, qardaşlar. Allah Teala hər birimizə nəsib eləsin imanı qorumağı, səbirli olmağı. Bax, səbirli olmaq, necə bu hədisdə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem, dinində səbirli olmaq, səbir də deyəndə əsas 3 dənə şeydir, qardaşlar. Alimlər qeyd edirlər. Birincisi, səbirin birinci növü, insan Allaha itaətlərdə səbirli olmaq. Bax, namaz qılmaqda səbirli olmaq. Ramazan ayı gələndə oruç tutmaqda səbirli olmaq. Tövhüdü yaşamaqda səbirli olmaq. Valideynlərlə səbirli olmaq. Qardaşlarla səbirli olmaq. İctimaiyyətdə səbirli olmaq. Yaxşı görürsən, pis görürsən, adil görürsən, zalım görürsən və s. Özünü səbirli aparmaq. Elə bilirsən, səhər çağı sübh namazında oyanmaq, soyuq sulla dəstəmaz almaq hər adam üçün asandır, yox. Allah gərək nəsib eləsin. Özünü səbirli aparasan. Ona görə Allah deyir ki, bu ibadətlər ki var, ölənə qədər yerinə yetir. Va'budu rabbək həttə yətiyəkəl. Ölənə qədər eləmək, qardaşlar, çətindir. Bəzən görsən, gəlir 2 ay, 3 ay, 5 ay, 1 il, 2 il, 5 il görsən, getdi. Dözmə adam səbir eləyə bilmədi. İbadətləri yerinə yetirməkdə gərək Allah insana səbir versin. İkinci növ nədir səbir? Haramlardan çəkinməkdə səbirli olmaq. Tərk eləyəcəksən içki içməyi haram olduğuna görə Allah üçün. Çəkməyi haram olduğuna görə Allah üçün. Zinanı tərk eləyəcəksən. Baxma ki, qardaşlar, insanın nəfsi elədir ki, meyillidir bütün haramlara. Meyillidir bütün haramlara. Ona görə Allah deyir ki, vallahu yuridən yətubə aleykum. Allah tövbələrinizi qəbul eləmək istəyir.
Və yuridul-ləzîne yettebi'ûne şehevât en temîlû meylen azîmâ. Amma şəhvətlərinə tabi olanlar sizi Allahdan başqalarına böyük bir meyllə meyl elətdirmək istəyir. Şey versən, səni itaətlərə, xeyirlərə çağıran çox azdır. Oğurluğa çağıran, içki içməyə çağıran, əl qaldırıb oynamağa çağıran, ata-anaya qarşı gəlməyə çağıran, həyatını bütün şəhvətlərdə sərf eləməyə çağıranlar çoxdur. Bu haramları tərk eləyib, sabit qalmaq, səbirli olmaq özü böyük bir işdir. Səbir olmasa gəlirsən harama. Çətin bir hala düşdün, Allah səni bir balaca imtahan eləyəndə maddiyyatla səbir eləyə bilmirsən, gəlirsən hara? Ribaya, harama. Hansı ki, nə eləməlisən? Səbirli olmasın. Çıxış yol gözləməlisən ki, Allah sənə başqa bir qapı açacaq. Ona görə əmrləri yerinə yetirməkdə böyük bir dənə səbir lazımdır. Haramlardan çəkinməkdə də böyük bir dənə səbir lazımdır. Evlənə bilmirsən, səbirli olmalısan, getməməlisən zinaya. Danışmamalısan naməhrəm qadınlarla. Ruzun azda oğurluq eləməməlisən. Aydın, hamısına səbir lazımdır. Üçüncü növ səbir ən çətini budur, qardaşlar. Allahın sənin üçün yazdığı o qədərlər ki var, hansı ki ağırdır, müsibətdir, sınaqlardır, çətinliklərdir, onlarda özünü düzgün aparmaq, səbirli aparmaq ki, Allah mənim üçün belə istəyib. Vallahi bəzən Allah insanı malı ilə, canı ilə, ailəsi ilə, evladı ilə sınağa çəkir. Niyə? Yoxlasın ki, görək səbir necədir. Kim sabit qalsa, kim səbirli olsa, kim razılaşsa Allahla, Allah ona yardım edir. Ona görə Allah deyir ki, mən asabəkə min musibətin illə bi idnillah. Mən asabə min musibətin fil ard illə bi idnillah. Yer üzərində baş verən elə bir müsibət yoxdur ki, Allahın izni ilə olmasın. Və mən yu'min billah yəhdi qalbə. Kim inansa ki, Allahdandır, Allah onun qəlbini sabit edəcək. Biz başa düşsək ki, Allah belə təyin edib. Qədərdir bu hamısı, xoşuma gəlməsə də Allah orada sabit edir. Hər halda mömin üçün xeyirdir. Hər halda necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, mömin adam qəribədir. Nemət veriləndə şükür eləyir, imtahan gələndə səbir eləyir. Deyir, ancaq belə adam kimdir? Mömin. Hər adam belə deyil. Allah Teala bizi sabit etsin, qardaşlar. Allah Teala bizə bu çətin dövrdə dinimizi qorumağı nəsib etsin, müvəffəq etsin. Bütün nemətlər Allahdandır. Din də ən böyük nemət olduğuna görə gərək biz nemətlərin sabit olmağını istədiyimiz kimi bu nemətin sabitliyi üçün xüsusi şəkildə Allaha daim dua eləməliyik. Allah Teala razı olsun sizdən, qardaşlar. Elə qısa olaraq istədim bunu həm özümə, həm də sizə xatırladım. Bütün xeyirlər Allahdandır. Vəlhamdülillahi Rabbil ələmin.